Sabahınız xeyir olsun dəyərli izləyicilərimiz. Məlumdur ki, arıçılıq, bal sahəsi Azərbaycanda kənd təsərrüfatında ən çox maraq doğuran və təbii ki, geniş yayılmış sahələrdən biridir. Azərbaycan balı öz dadına, keyfiyyətinə görə dünyada seçilənlər arasındadır. Biz də bu səbəbdən elə Qəbələ rayonunun Məmmədağalı kəndindəyik bugün. Azərbaycanın ən sayılıb seçilən arıçılarının biri olan Anar müəllimin təsərrüfatındayıq. Anar müəllim, salamlayıram sizi. Sizin dəyərli məsləhətlərinizə həm bizim, həm də bizi izləyən bu sahəyə marağı olan hər kəsin ehtiyacı var. Əvvəlcə soruşmaq istəyirəm, necəsiz? Çox sağ olun. Mən də sizləri salamlayıram. Xoş gəldin deyirəm bu Qəbələ Məmmədağalı kəndindəki təsərrüfatımıza. Sizin bu yeni işiniz, yeni layihəniz uğurlu olsun. Təşəkkürlər, çox umarım sağ olun. ki, arıçılarımıza faydası çox olacaq. İnşallah. Bu təsərrüfatla məşğul olan kəslərə. İnşallah. Uğurlar arzulayıram və təsərrüfatımızı da görürsünüz. Bəli. Artıq yaz, yay boyu arılarımızın əziyyətini çəkib, belə deyim də, məhsul əldə edib, bir ərsəyə gətirdiyimiz bal məhsulunu artıq biz kəsmişik. Bəli, bəli. Qəbələ Arıçılar Assosiasiyasının rəhbəri 2016-cı ildən assosiasiya yaranandan bu sahədə fəaliyyət göstərirəm. Bu sənət bizə, arıçılıq sənəti bizə babadan qalan bir sənətdir. Yəni, anamın atası da arıçı olub, atamın atası da arıçı olub və artıq bugün mən özümü bir arıçı kimi təqdim edə bilərəm. Və bu günə qədər də arıçılığın bu əziyyətli, keşməkeşli günlərini artıq geridə qoymuşuq. Artıq bizim müəyyən bir təsərrüfat bazamız var, müəyyən bal bazamız var və çox da gözəl müştəri bazamız var. Nə gözəl. Yəni, şükür Allaha ki, əldə etdiyimiz məhsul əlimizdə qalmır, il ərzində onu satırıq. Məsələn, keçən il bizim 2 ton yarıma yaxın məhsulumuz olub, 2 ton süzmə, 500 kiloqram isə ramka balımızı kəsmişik, götürmüşük və artıq demək olar ki, onu satıb yekunlaşdırmışıq və yeni sezona əlimizdə bal qalmamışdı. Artıq az qalmışdı. Amma bu məhsulların bizim satmağımızın səbəbi də heç də bizim reklamımız deyil. Yəni, əldə elədiyimiz məhsulun keyfiyyətli olmasıdır. Bu sizin gördüyünüz bu arıxana, stansioner arıxanamızdır bizim. Qəbələ Məmmədağalı kəndində yerləşir. Bu arıxanadan biz çiçək və lavanda ballarını əldə edirik. Bizim burada lavanda sahəmiz var. Çiçək də ki, bu təbiətdə, bu kəndin təbiəti elə bir təbiətdir ki, deyərdim ki, Azərbaycanda olan 12 iqlim qurşağının 9-u bu kənddə yerləşir. Yəni, həqiqətən də çiçək mövsüm boyu davam edir. Yəni, siz həyəti gəlsəz, görərsiniz ki, hər tərəfdə çiçəklər var, hər tərəfdə bağ-bağçadır. Bundan əlavə də özümüz də xüsusi olaraq arıların faydalanacağı çiçəklər Özünüz o şəraiti yaradırsınız ki. Məsələn, lavanda sahəsi yaratmışıq. Ondan əlavə biz Türkiyədən fasilya otu gətirmişik. Məsəl üçün, ilkin aprel-may aylarında bizim arılarımız ondan da faydalanırlar. Hər il əkirik onu davamlı. Bir də bu ağaclar haqqında bayaq biz danışdıq, söhbət edirdik. Bu ağaclar, məsələn, bu kənd şabalıd bol olan kənd deyil. Amma biz öz sahəmizdə ənənəvi olaraq şabalıd yetişdirmişik. Bir neçə ağac. Bu ağaclar isə gördüyünüz bu ağacları mən Türkiyədən gətirmişdim. Balaca belə deyim də, biz budaq deyirik. İndi görürsünüz, bəli, pavloniya ağacıdır bu. Arı üçün faydası çox böyükdür. May ayının sonunda bu çiçəkləyir və belə deyim də, arı bunun üzərindən düşmür. Arı bunun üzərində daha çox vaxt keçirdir, bu çiçəklərdən daha çox faydalanır. Bu pavloniya ağacı da Azərbaycan təbiətinə uyğun ağac deyil. İndi son illərdə artıq Azərbaycanda əkilib becərməyə başlayır. Bundan əlavə yenə bizim kəndimizdə aid olmayan bir ağacımız da var, cök ağacıdır. Onu da mən özüm əkib bilmişəm. Artıq 7-8 yaşı var və bir neçə ildir ki, 2 ildir ki, artıq cökə çiçəyi biz bu kəndimizdə görürük. Yəni, arılarımız da ondan faydalanır. Təsərrüfatımızın bir hissəsini isə biz köçəri arıçılıqla məşğuluq. Yəni, tək bir yerdə stansioner şəkildə yox, köçəri arıçılıqla məşğuluq. Məsələn, Ağdaş rayonundan başlayırıq ilkin yazda, mart ayının əvvəllərindən Ağdaş rayonunun cənubdakı kəndləri, Abad kəndindən, Pirəzi kəndindən başlayaraq daha isti olan iqlimdə. Çünki arılar yaz inkişafına isti iqlim lazımdır. 2 dənə qoşqumuz var, hərəsi 50 arı, belə deyək də, yeşiyi yerləşir. Və həmən arılarla başlayırıq Ağdaş rayonundan, qalxırıq, sonra havalar biraz belə deyim, Ağdaşda daha çox isti olundan sonra, oradakı təbiət solandan sonra biz qalxırıq Qəbələnin cənubuna, Savalan kəndinə, Əmirli kəndinə. Orada da işimizi yekunlaşdırırıq. Orada çox gözəl
qaratikan olur. Qaratikan da xüsusi bir baldır. Yəni həqiqətən də faydalı bir baldır. O bal da oradan götürərək arılarımızı biraz da gücləndirib, ondan sonra isə iki yerə ayrılırıq. Bir qoşqumuz gedir Qəbəröyünün Bum kəndinə, hal-hazırda da oradadır. Bir qoşqumuz isə gəlirik Qalacıq kəndinə, İsmayıllının. Yəni artıq Qəbəröyün Bum kəndində biz şabalıt balı əldə edirik. Qalacıq kəndində isə biz gökə balını belə deyək də müəyyən miqdarda orada əldə edirik. Və çeşidimiz olur artıq 4 növ. Lavanda, çiçək, şabalıt və gökə. Anar müəllim, deməli bizim bu bal almaq istəyərkən, yəni xüsusən də şəhər sakinlərindən gedir söhbət. Piştaxtalarda müxtəlif ballar görürük. Məsələn, elə bizə də maraqlı gəlir ki, meşə balı, cökə balı, çiçək balı, şabalıt balı. Yəni fərqi nədir? Əslində baldan çox da məlumatlı olmayan insan hansını seçməlidir, hansı xüsusiyyətinə görə seçməlidir? Deməli, bal alan hər bir kəs, almaq üçün hər bir kəs əslində ilk növbədə onu belə deyim də hansı məqsədlə almağına fikir verməlidir. Müalicəvi əhəmiyyətli əgər bal almaq istəyirsə, müalicəvi əhəmiyyətli balların sırasında birinci gələn bal şabalıt balıdır. Yəni bu bal ürək xəstəliklərinə, qaraciyər xəstəliklərinə, insan immunitetinin yüksəlməsinə faydası olan çox güclü baldır. Birinci bal deyərdim ki, şabalıt balıdır. O nənələrimizin bizə dediyi o məsəl var, bir qaşıq bal udmaq səhər tezdən. Deməli, ən faydalısı şabalıt balıdır. Amma zövq verici bal, məsələn, dedikdə, məsələn, özü üçün, süfrə üçün və yaxud da ki, uşaqları üçün, məsəl üçün, o ballar artıq dəyişir. Bu ballarda artıq dəyişir. Məsələn, cökə balı, çiçək balı. Sonra, məsələn, mən məsləhət görərdim ki, lavanda balına daha çox üstünlük versinlər. Həm zövq verici baldır, həm də insan əhval-ruhiyyəsini çox gözəlləşdirir. Necə ki, lavanda balı olaraq o satışda var o formada? Bizim bəli, yox, lavanda balı ayrıca bir baldır, bəli. Lavanda balı biz öz təsərrüfatımızda artıq 3-cü ildir ki, sırf lavanda sahəsində saxladığımız arıların balıdır və necə ki, lavanda çiçəyi bir sakitləşdirici bitki olduğu kimi, balı da o dərəcədə faydalıdır. Yəni, həm xüsusi bir dada malikdir. Yəni, Azərbaycan təbiətində o bal yox idi. Yəni, bu son 3-4 ilə kimi. Artıq lavanda sahələrimiz var. O sahələrdə yetişən baldır. Bu balların keyfiyyət baxımından gözəl olması o demək deyil ki, hansısa bölgənin balı zəifdir, hansısa bölgənin balı güclüdür. Əsas məsələ odur ki, arıçının vicdanı təmiz olsun. Yəni, o demək deyil ki, aranda olan bal elə bir gözəl bal ola bilər ki, dağ balından heç seçilməyə bilər. Yəni, dağda olan baldan seçilməyə bilər. Yəni, hər sahənin, hər, belə deyim də, bölgənin balının xüsusi keyfiyyəti var, xüsusi dadı var. Bu da insanların damaq dadına görə dəyişir. Məsələn, dağ balı, məsələn, dadı necə olur normal? Yəni, onu biz necə ayıra bilirik? Belə deyim də, məsələn, dağ balı daha kəskin olur, daha qoxulu olur, daha rəngi qəhvəyi olur, tünd olur. Belə deyim də, suluq faizi az olur, nəmliyi. Yəni, dağ balı bir başqa dada malikdir. Çiçək balında, məsələn, minlərlə çiçək var. Çiçək balında olan çiçəklərin tərkibinin sayı nə qədər çox olsa, zəngin olsa, çiçək balının keyfiyyəti o qədər yuxarı olur. Ümumiyyətlə, Anar müəllim, keyfiyyət deyəndə, balın keyfiyyəti deyəndə siz arıçı olaraq, peşəkar yəni arıçı olaraq nəyi nəzərdə tutursunuz? Diastazanı nəzərdə tutursunuz, tərkibindəki? Yox, mən deyərdim ki, balın tərkibindəki diastaza da nəzərdə tutulmalıdır, saxaroza da, fruktoza da və nəmlik faizi nəzərdə tutulmalıdır. Məsələn, 21%-dən yuxarı nəmlikdə olan ballar keyfiyyət baxımından aşağı ballardır. Yəni 5% diastazadan yuxarı ballar 5-dən aşağı olarsa diastaza, o keyfiyyət baxımından sayılır. Bəs yaxşı, bal alan kəslər bunu necə bilə bilərlər, necə öyrənə bilərlər ki, bax bu... Bal alan kəslər birinci arıçını tanımalıdır. Yəni, arıçıdan alınmalıdır bal. Arıçının təsərrüfatına baxmalıdırlar, arıçının təsərrüfatına güvənməlidirlər, arıçıya güvənməlidirlər. O arıçı həqiqətən də o güvəni qazanan arıçının balını alsınlar.
dadarkən onun keyfiyyətini necə bilə bilərik? Dadarkən keyfiyyətini alıcı çox da bilə bilməyəcək, amma ən azından bal alan hər bir kəs bir qaşıq balı belə deyək də alıb dadsın, bir müddət belə deyim də ağızda saxlasın, onu bir hiss eləsin balın tamını, ətrini, dadını, sürüşkənliyini, elastikliğini, şəffaflığını, yumşaqlığını, duruluğunu, bəhliyini. Yəni əslində baxın onu öyrənmək ondan belə deyək də müəyyən bir dadı tuta bilsin, hiss eləyə bilsin. O vaxt bizim köhnə nəsil deyirdi ki, boğazını yandırırsa keyfiyyətli baldır. İndi bax o elastiklik var ha deyirsiniz. Məsələn, sərtlik, elastiklik. Onlar hansı normada olmalıdır? Məsələn, çox duru olmamalıdır. Aha. Baldan bir ağza qoyduqda belə deyək də dilin altına qoyduqda balı bir xüsusi bir dad gəlməlidir. Ən azından ki, bu heç vaxt hiss eləmədiyim bir dad olmalıdır. Onların hamısını qoyuram bir qırağa. Sizin demək istədiyinizi mən başa düşürəm. Görək balın keyfiyyəti kustar üsullarla alanda yoxlamaq olurmu? Xeyir olmaz. Yəni ya balı qaldırıb süzməklə və yaxud da ki yandırmaqla və yaxud da ki suyun içinə tökməklə. Yəni onlar hamısı satış üçün etdikləri bir şoudur. Yəni bir vədlərdir. Bəli, yəni əziz izləyicilərimiz Azərbaycan Qida Təhlükəsizliyinin laboratoriyası var. Aha, bəli. Orada yoxladaraq arıçıya inamı belə deyim də qazanmaq lazımdır. Bəli, o da artıq oradan gələn biz şəxsən biz şəxsən müştərilərimizə yeri gələndə həmən sənədi də təqdim edirik. Verdiyimiz məhsulun arxasında da durmağı bacarırıq və bu günə kimi də şükür Allaha ki bir alan bir neçə dəfə alır. Davamlı alır. Nə gözəl. Belə düşünürəm ki, bal növləri ilə bağlı əlavə edə biləcəyimiz hər hansısa bir məsələ qalmadı. Varmı belə bir şey ki, hansı ki bu növlərdən asılıdır? Yəni nə bilim ondan. Belə deyim də, bal növləri əsasən Azərbaycanımızın iqlimindən çox şey asılıdır. Ondan əlavə də ki, yerləşdiyimiz rayondan asılıdır. Məsələn, Qəbələ bildiyimiz kimi dağətəyi bir rayondur. Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşir. Bu Böyük Qafqaz sıra dağlarının ətəyində başqa rayonlarımız da var. Aha, bəli. Kiçik Qafqazımız var bizim. Yeni işğaldan azad olunmuş torpaqlarımız var. Kəlbəcər, Laçın, Şuşa. Yəni hər bir bölgənin balı özünə görə, öz xüsusiyyətlərinə görə möhtəşəmdir. Möhtəşəmdir, əlbəttə ki, elədir. Əlavə edəcəyim odur ki, yəni burada məsələ bir dənə nədir? Arıçıdan alınsın bal. Özünüzün istifadə elədiyiniz hansı bal növüdür ki, siz özünüz bundan istifadə edirsiniz və yaxud da ki, bu hansı xüsusiyyətlərinə görə bunu məsləhət görürsünüz ki, mən özüm şəxsən çiçək balından istifadə edirəm. Çünki çiçək balının tərkibində minlərlə çiçək var, daha zəngindir. Vitaminlər baxımından da, belə deyim də, onun tərkibindəki müalicə və əhəmiyyətli maddələr baxımından da çiçək balı daha zəngin hesab edirəm. Və ondan istifadə edirəm özüm. Onu da deyim ki, tək balla kifayətlənməsin alıcılar və yaxud da ki, heç kəs. Arının başqa məhsulları var. Çiçək tozu var, perqa var, propolis var, arı südü var. Anar müəllim, sonuncu sual dedim, amma maraqlı danışırsa sualından sual yaranır. Bayaq yüngülvarı toxunduq diastaza məsələsinə. Biraz məlumatlıdır tamaşaçılarımız da. Diastazası yüksək olan bal, aşağı olan bal. Siz dediniz ki, 5%-dən aşağı olmamalıdır. Bəli. Bəs, məsələn, satışda var 10 var, 17 var, 29 var. Yəni, bəs, bax, bunların fərqi nədədir? Belə deyim də, heç vaxtı Aran bölgəsinin balı 29 diastaza verəsi deyil. Çünki oradakı səbəb odur ki, oradakı təbiət, ağaclar, çiçəklər o diastazanı verəsi deyil. Ümumiyyətlə, diastaza nəyə göstərir? Diastaza əslində arıların bal üzərində daha çox işləməyini göstərir. Yəni, bu bal həqiqətən də arının balıdır. Daha çox arı çox işləyib üzərində. Təbii, daha təbii belə deyək də. Amma həmən o, deyim kimi, yüksək diastazalı ballar bizim də var. Məsələn, bizim şabalıd balımızın diastazası 29 olur hədir. Bu lavanda balımız olur 17, 24, belə bu civarda dəyişir. Diastaza göstəricisi kimi, keyfiyyət göstəricisi çox da, belə deyim də,
deməzdim ki, hə, diastazası yüksəkdir, onu alaq. Dediyim kimi, balın dadına baxılsın. Hansı bal daha çox insana Yəni ləzzət diastaza edirsə, fərqi, onu öyrənmək istəyirəm ki, diastaza fərqi sadəcə balda o kəskinliyi mi göstərir? yox, kəskinlik yox. Dedim də, yəni arının Ancaq daha nə çox qədər işləyib bəli o. işlədiyini. Yəni bunun elə bir önəmi yoxdur. Əsas odur ki, 5%-dən yuxarı göstərici olsun. 5%-dən aşağı göstərici diastaz, Bu artıq- məsəl üçün yarmarkalara buraxılmır. Bəli, Məsələn, akasiya balı 7% diastaza göstəricidir. daha Amma akasiya balını çox adam sevir ki, yəni o diastaza orada rol oynamır. Çünki akasiyadakı o ətir, o möhtəşəmlik, o belə deyim də, xüsusi bir dad çox ballarda yoxdur. mən belə başa düşdüm ki, bu tamamilə insanların fərdi zövqünə görədir. Fərqli ağız dadına zövqünə görədir, bəli. Yəni bu da elə müzakirə olunacaq bir mövzu deyil. Amma onu deyək ki, Anar müəllimin təsərrüfatında bu bal növlərinin hamısından var. Yəni rəyiniz hansını istəyirsə, gəlib görə də bilərsiniz, ala da bilərsiniz məncə. Bir məqamı da yenə də deyirəm, son deyirəm, amma son. Hə, buyurun, buyurun. Təsərrüfat özünüz gələndə dəyərli izləyicilərimiz, əgər bura yolunuz düşsə, gəlsəz, elə əsl arıçıdan o balı almaq istəsəz, təsərrüfata məncə gəzə bilərlər. Bəli, əlbəttə, əlbəttə. Burada arı yeşiklərindən əlavə, burada o gördüyünüz o qədimi Bəli, nə bəli. deyək, qurğular var. Təhnə deyirlər. Təhnə. Təhnə Keçmişdə var. təhnə deyilir. Və orada da bal istehsal olunur. Anar müəllim onun bizə qısaca biraz tarixindən, mahiyyətindən danışdı. İstəyirəm ki, bu haqqda sizin də məlumatınız olsun. Bu təhnələr mən uşaq vaxtı bizim bu indi sizin gördüyünüz bizim olduğumuz arıxanada 200-ə yaxın, 180-200 dənə təhnə var idi. Onların içi xüsusi avadanlıqlar vasitəsilə oyulurdu, babam oyurdu. Mən də onun yanında durub baxırdım yəni və onun içinə arı qoyulurdu. Bu xüsusi olaraq yalanqoz ağacından, qabaq ağacından və söyüd ağacından hazırlanırdı yüngüllüyünə görə, bəhliyinə görə və onun içinə arı qoyulduqdan sonra arılar özləri başlayırdı orada işləməyə. Ona heç cürə mum vərəqi yapışdırılmır, yapışdırmaq mümkün deyil və arıların özünün istehsal etdiyi bir məhsuldur. Biz bunların içinə xüsusi mum vərəqi qoyuruq. Yəni qoymaya da bilərik, amma qoyuruq da arının işini yaxşılaşdırmaqdan ötəri. Amma onun içinə qoymaq da çətindir. Çünki arını hər gün açıb bağlamaq olmur həmin təhnələri. İlkin yazda bir dəfə açırıq və payız aylarında, payız deyəndə daha doğrusu yayın sonunda artıq onun belə deyim də balını kəsib götürürük, özünə yetki saxlayırıq və davamlı arı orada qalır. İndi bir təhnədən... O arıya fərqini deyim sizə. O arının fərqi, o arıya bunlar kimi dərmanlama aparmaq mümkün deyil. Ağzı açılmadı. Ağzı açılmadığına görə. Yəni o arının balı bu arıların balından belə deyim də daha bir az üst səviyyədə orqanikdir. Anar müəllim, bayaq qeyd elədiniz ki, bu təhnələrdə dərmanlar olmur, dərmanlama olmur aralarda, yeşiklərdə olur. Bilirəm ki, tamaşaçılarımızın sualları yarana bilər bununla bağlı. Qısaca bir izahını verərdiniz. Belə deyim də, bu gördüyümüz müasir pətəklərdə dərmanlama işi çox rahatdır. Onlara müdaxilə etmək rahatdır. Amma köhnə qədimdən qalan, dədə-babadan qalan təhnələrə isə onu bir dəfə biz yazda arı qoyanda içinə qoyuruq, palçıqla suyuruq və bir də inşallah ki, yayın sonunda kəsib balını götürürük və yenidən onu qışlamaya hazırlayırıq. Deməli, bu vaxtı biz bu 3 ay, 4 ay, yay boyu heç vaxtı bu arı təhnəsinə biz dərmanlamadan istifadə edə bilmirik, heç bir müdaxilə edə bilmirik. Açıb bağlamaq çox çətin olur ona. Ona görə də onun balının bir balaca üstünlüyü bu birisi ballardan onun tərkibində dərmanlama olmamasıdır. Dərmanlama dedikdə də qorxmaq lazım deyil. Biz bu arıxanalarımızı təbii bitkilərlə, məsələn, acı yovşanla, kəhli otunla, lavanda çiçəyi ilə və s. bitki tərkibli KAS81 adlı bitki toplumu ilə müalicə edirik. Yəni və turşularla. Turşuların da heç birinin tərkibində kimyəvi yoxdur. Ancaq və ancaq belə deyim də təbii vasitələrlə arılarımızı dərmanlayırıq. Başqa bir qorxulu bir yoxdur. Yəni təbii vasitələrlə dərmanlanmış, dərman deyək də qulluq olunmuş bir arıxanamız var. Bu təhnələr burada qalır, hə, həmişə? Təhnələrimiz həmişə burada qalır. Onu daşımaq çox çətindir. Hə, çətindir və burada qalır. Bir də onu qeyd eləyək. Nə qədər məsələn bir təhnədən nə qədər məsələn, bal bir təhnədən 3 kilo yarım maksimum bal götürmək mümkündür. Yəni çünki belə deyim də Allah nə verdiysə. Ümumiyyətlə bu təsərrüfat belədir. Bəli, ümumiyyətlə digərlərinə. Amma belə deyək də bu müasir pətəklərdən yox. Ona çünki
şam vərəqləri qoyulur, ona arının işi Təxmini yüngülləşdirilir. hesablayabilirsiniz. Hə, onlardan məsəl üçün biz 12-15 kiloqram arası bal götürə bilirik. Aydındır. Təşəkkür edirəm Anar müəllim. Əslində arıçılıq və bal sahəsi elə bir sahədir ki, həqiqətən danışdıqca, söhbət elədikcə o qədər xırda nüanslar ortaya çıxır və yeni suallarımız əmələ gəlir. Amma biz bunu belə deyək də aşkarlamaq üçün, sizlərə göstərmək üçün yenə də qeyd eləmək istəyirəm əziz tamaşaçılarımız, bir yola çıxmışıq və davamlı olaraq rubrikamız davam edəcək. Arıçıların elə özlərindən, peşəkar arıçılarımızın özlərindən sizə maraqlı olan sualların cavablarını tapa bilərsiniz. Sizə maraqlı olan sualları isə bizim sosial media hesablarımıza attatel.gov.az, Instagram, LinkedIn və TikTok hesablarımıza, Facebook hesablarımıza ünvanlaya bilərsiniz. Çağrı mərkəzimizə zəng edə bilərsiniz. Suallarınızı birbaşa arıçıların özündən cavablarını ala bilərsiniz. Bu bizim üçün də yaxşı olar, bizim üçün də xeyirli olar ki, sizi maraqlandıran məsələlərə aydınlıq gətirər. Arıçıdan öyrən rubrikamızın sonuna gəldik. Mən isə gedirəm yeni təsərrüfatları gəzməyə, yeni məlumatları sizlərə ötürməyə. Sağ olun.